Məsələ orasındadır ki, insanların əksəriyyəti diz, oynaq, əzələ, sümük ağrılarının yarama səbəbini bilirlər. Bəli, bilirlər. Bu dəqiqə hər 10 nəfərdən 7-sində diz, oynaq, əzələ, sümük ağrıları var. Soruşsaq ki, bu problem niyə yaranır? Əksəriyyət bir sözü deyəcək. Kalsiumsuzluqdan. Gəlin baxaq görək, kalsiumsuzluğu aradan qaldırmaq üçün insanlar nə edib? Əziz dostlar, bir insanın gündəlik kalsiuma olan tələbatı 1000-1500 mg-dır. Bunu mən demirəm, bunu süni intellekt deyir. Evdə özünüz də yoxlaya bilərsiniz. Bir insan gündəlik 1000-1500 mg kalsium qəbul etməlidir. Bu yaşlılara və hamilə qadınlara keçərli deyil. Bunlar ən azı 1000-1500 mg-dan artıq kalsium qəbul etməlidirlər. Yaxşı, biz bunu ev şəraitində bu qədər kalsiumu qəbul edə bilərik. Əksər insanların mənim videolarıma, yorumlarına yazdıqları bir söz var. Biz ev şəraitində bu vasitələri istifadə etməsək belə kalsium olan tələbatı ödəyə bilərik. Mən isə qərara gəldim ki, bu videoda məhz bu mövzuya uyğun, sizin suallarınıza uyğun süni intellektdən bu cavabları soruşaq. Əziz dostlar, süni intellekt deyir ki, bir stəkan inək südünün tərkibində təxminən 300 mg kalsium var. Rəqəmlər yaxşı görünür, elə deyilmi? Lakin insan bədəni bu kalsiumun hamısını mənimsəyə bilmir. Südün tərkibindəki kalsiumun bədən tərəfindən sorulma dərəcəsi təxminən 30-32%-dir. O deməkdir ki, siz bir stəkan süd içəndə bədəniniz onun cəmi 90-100 mg faktiki olaraq istifadə edir. Qalanı isə bədəndən xaric olur. Yəni, biz bir stəkan süd, yəni 300 mg süd istifadə etdiyimiz zaman bədən yalnız və yalnız 100 mg kalsium qəbul etmiş olur. Siz düşünün ki, biz gündəlik 1000 mg kalsium qəbul etmək üçün neçə litr süd içməliyik? Bu sizcə mümkündürmü? Əlbəttə ki, xeyr. Yaxşı, bu baxımdan bizə nə köməkli göstərəcək? Əlbəttə ki, qida ələvəsi. Sual yaranır, hansı kalsium? Hansı qida ələvələri? Əziz dostlar, ümumiyyətlə kalsiumları öz növbəsinə görə iki yerə bölünür. Molekulyar quruluşlu kalsiumlar və iyonlaşmış kalsiumlar. İyonlaşmış kalsium haqqında birazdan sizə geniş məlumat verəcəm. Bugün sizə danışacağım məhz molekulyar quruluşlu kalsiumlardır. Bu kalsiumlar əhəngdən, mərmərdən və qranitdən əldə olunmuş kalsiumlardır. Tamamilə insan orqanizminə sovrulmur. Pul baxımından daha ucuzdur, daha tez effekt verir, ağrı-kəsici funksiyaları yerinə yetirir. İnsanlar bu vasitələri istifadə edirlər, lakin nəticə almırlar. Bizim tövsiyə etdiyimiz iyonlaşmış kalsiumdur. Gəlin baxaq görək iyonlaşmış kalsium nədir? Bu əlimdə gördüyünüz uşaqlar üçün olan iyonlaşmış kalsiumdur. Yeganə vasitədir ki, həm iyonlaşıb, həm də bioloji fermentasiya üsulu ilə əldə olunmuş bir vasitədir. Gəlin açaq. Tərkibində bu cür paketlər var. Düşünün ki, bir paketinin tərkibində tamı-tamına 350 mg kalsium mövcuddur. Fikir verirsinizmi? 350 mg. Bu sizin evdə istifadə etdiyiniz 3 stəkan südün tərkibindəki kalsiumdan çox deməkdir. Bu vasitə həm iyonlaşıb, yəni iyonlaşmış o deməkdir ki, %98% insan orqanizminə sovrulur, həm də bioloji fermentasiya üsulu ilə əldə olunur. Yəni, bu vasitəni istifadə edən şəxs yanaşı D vitamini, yanaşı maqnezium, yanaşı başqa vitamin və minerallıq kompleksləri qəbul etməyinə ehtiyac yoxdur. Əziz dostlar, sözüm sizədir. Siz indi diz, oynaq, əzələ ağrılarını aradan qaldırmaq üçün siz ağrı-kəsici vasitələrdən istifadə etmək istəyirsiniz, yoxsa əlimdə gördüyünüz tam təbii bioloji fermentasiya üsulu ilə əldə olunmuş iyonlaşmış kalsium qəbul etmək istəyirsiniz. Bu vasitə diz, oynaq, əzələ, sümük ağrılarını aradan qaldırmaq üçün əvəz edilməzdir. Dərman deyil, qida ələvəsidir. Bu vasitəni sağlam insanlar da qəbul edə bilər. Bəli, sağlam insanlar da bu vasitəni qəbul edə bilərlər. Məhz kalsium olan tələbatı ödəmək üçün. Əgər sizdə də diz, oynaq, əzələ, sümük ağrıları varsa, yorğunluqdan, halsızlıqdan, baş ağrılarından əziyyət çəkirsinizsə, yuxu problemlərindən, dırnaq qırılmalarından əziyyət çəkirsinizsə, baş ağrılarından əziyyət çəkirsinizsə, mütləq şəkildə iyonlaşmış kalsiumu qəbul edin. Bu vasitə tamamilə sizin orqanizminizə sovrulacaq. Nəzərinizdə bir şey çatdırmaq istəyirəm. Ağrı-kəsici deyil, problemi bir müddət donduran deyil. Əgər məqsədiniz problemi bir müddət dondurmaqdırsa, bu vasitəni istifadə etməyə dəyməz. Bu sırf sümükləri daxildən qidalandıran qida ələvəsidir. Hər birinizə təşəkkür edirəm.